Ümumilikdə aprel ayının 20-sindən başlayaraq Azərbaycan arasındakı qeyri-sabit hava şəraitinin daha da güclənməsi gözlənilir. Aprel ayının 20-si artıq Azərbaycan arasındakı yağıntıların leysan xarakterli intensiv olması ehtimalı var. Xüsusilə də bu proses aprel ayının 20-si axşama doğru daha da güclənəcək. Aprel ayının 20-sindən 21-nə keçən gecə isə bu sistemin artıq Azərbaycanın demək olar ki, əksər rayonlarında aktiv olması gözlənilir. Aprel ayının 20-sindən 21-nə keçən gecə və 21 aprel günün birinci yarısında Azərbaycanın Böyük Qafqaz rayonlarının Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, eyni zamanda Dağlı, Şirvanda və Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göyçə, Göranbəy ərazilərində eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın Sədərək, Ordubad, Şahboz, Şərir ərazilərində eyni zamanda Mərkəzi Aranın Beyləqan, Ağcabədi, Bərdə, Ucar, Yevlax, Kürdəmir, Sabirabad, Saat, Salyan, Neftçala, eyni zamanda Qarabağın Aran ərazisi olan Bərdədə, Tərtərdə də hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var və Cəllabad, Masallı, Lənkəran, Astara, Yarımlı və Leş ərazilərində də aprel ayının da artıq 20-sində havada buludluğun artması, aprel ayının 20-sindən 21-nə keçən gecə və 21 aprel günün birinci yarısına qədər olan müddət ərzində hava şəraitinin daha da kəskinləşməsi nəticəsində yağıntıların leysan xarakterli intensiv olması ehtimalı var. Bu proses xüsusilə də Böyük Qafqaz ərazisində, Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Dağlıq, Şirvan ərazisində isə bu prosesin artıq aprel ayının 21 günü birinci yarısında intensiv və güclü olması nəticəsində əksər çaylarda sululuğun bir xeyli artması ehtimalı var. Xüsusilə də Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında, eyni zamanda Naxçıvan arasından axan çaylarda, Gəncə, Qazax arasından axan çaylarda, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi arasından axan çaylarda və Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Dağlıq, Şirvan arasından axan çaylarda da sululuğun kəskin artması və qısa müddətli sel, daşqın, çay yataqlarında isə su basma hadisələrinin baş verməsi gözlənir. Bu sistemin siqnalları ardıcıl olaraq onu göstərir ki, aprel ayının 21-i axşam saatlarına qədər olan müddət ərzində qeyri-sabit hava şəraiti Azərbaycan arasında aktiv olacaq. Aprel ayının 22-si, 23-də hava şəraiti nisbətən sabitləşsə də, aprel ayının 23-cü axşama doğru 24, 25, 26-sında hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var.